Gündəlik qida rasionumda mütləq bir dənə kivi var, bir dənə limon var, güclü antioksidant, C vitamini, həm gözəl dəriyə sahib olmaq üçün, həm sağlam olmaq üçün, həm də piylərin əriməsi üçün. Əgər ki 40 yaşınız varsa, daha da sağlam qidalanmalısınız ki, daha gümrah, daha sağlıqlı istədiyiniz şəkildə olasınız. Bunlar mənim gündəlik içdiklərimdir. Bax, yaşıl çay içirəm. Artıq bunu 10 gün olar ki, vərdiş halını almışam. Gündə bir dənə mütləq kivi içirəm, yeyirəm. Ya belə detoks eləyirəm, ya da ki bu formada yeyirəm. Həqiqətən də möhtəşəmdir. Dəyişimi bir aydan sonra görəcəksiniz. Hər gün çiyalı su içirəm. Hər gün bir dənə limon suyu sıxıb içirəm. Və mixəkdir, darçındır, limonlu sudur. Mütləq hər gün mütləq 2 litr yarım suyumu içirəm. Bu formada detoks halını da hazırlayıram. Butulkalarda daha rahat olur içmək. Və hədəfim isə istədiyim çəkiyə çatıb və minlərlə, milyonlarla xanıma işıq olmaqdır. O xanımlarda motivasiya verib istədikləri çəkiyə salmaqdır. Bunu həm necə deyim, mənəvi bir dəstək kimi, həm də bir gələcəyin işi kimi quracam özümə. Artıq hədəfim tək bu yoldadır. Baxdım ki, tələbat var, çox tələbat var. Həm də ki, xanımlarımız artıq çəkidən əziyyət çəkir. Xanımlar, siz də sağlam, olduğunuz yaşdan daha gümrah, daha sağlıqlı, daha gözəl görünmək istəyirsinizsə, mütləq marafonlarıma qoşulun. Marafonlarımda tək yeməkdən vaz keçmək deyil, tək az yemək deyil, tək sağlıqlı yemək deyil. Həyata baxış bucağınız dəyişəcək, özünüzü daha çox sevməyə başlayacaqsınız, həyata daha bir enerjilə baxmağa başlayacaqsınız. Elə indi qərar verin, siz də marafonlarıma qoşulun, həyatınızı 360 dərəcə dəyişin. Çünki siz buna layiqsiniz.